Vaginizm uşaqlıq yolunun əzələlərinin istəmsiz sıxılmasıdır. Bu, cinsi həyata da təsir edir, pasient cinsi həyata girə bilmir, ginekoloji müayinəyə də təsir edir, vaginal şam, tampon istifadəsinə də təsir edir. Hətta bəzən pasient vaginal müayinə oluna bilər həkimdə, amma cinsi əlaqəyə girə bilmir. Və yaxud da cinsi əlaqəyə girə bilir, amma şam uygulaya bilmir. Buna da biz situativ vaginizm deyirik. Bugün təkrar vaginizm mövzusuna dönmək istəyirəm. Çünki daha aktuallaşır zaman keçdikcə, daha sıx rastlaşırıq vaginizm xəstələrinə. Baxmayaraq ki, texnologiyalar və komfort sürətli inkişaf edir, insanlar getdikcə daha çox psixoloji problemlərlə rastlayırlar, üzləşirlər. Vaginizm də psixoloji mənşəli, ginekoloji bir problem olaraq bizim qabağımıza daha sıx çıxmağa başlayır. Vaginizm nədir? Cinsi əlaqəyə girə bilməmək, cinsi həyat qorxusu, uşaqlıq yolunun əzələlərinin istəmsiz sıxılması anlamına gəlir. Hansı formalarda olur? Vaginizmlar birincili və ikincili olaraq ikiyə ayrılır. Birincili vaginizm o deməkdir ki, pasient heç cinsi əlaqəyə girə bilməyib. İkincili vaginizm isə o deməkdir ki, pasient bir müddət cinsi həyat yaşayıb, amma sonrasında, deyək ki, ağır doğuşdan sonra orada çoxlu cırıqlar və tikişlər qoyulubsa uşaqlıq yoluna, vaginopplastikadan sonra və yaxud da digər cərrahi əməliyyatlardan sonra əmələ gələ bilər. İnfeksiyalardan dolayı ola bilər. İnfeksiyaların orada yaratdığı quruluq, yanma, ağrı hissi, quruluqla əlaqəli ola bilər, hansı ki, hormonal dəyişikliklərə bağlıdır. Məsələn, menopauzada əmələ gələn quruluq və yaxud da vaxtından tez menopauzaya girən gənc insanlarda vaginal quruluğa bağlı olaraq əmələ gələ bilər. Biz daha çox birincili vaginizm haqqında danışacağıq, çünki daha çox müraciət sayı onunla əlaqəlidir. Birincili vaginizmin psixolojik və ginekoloji səbəbləri olur. Ən sıx psixoloji səbəb odur ki, pasientlər, gənc ailələr, gənc qızlar cinsi həyat haqqında maarifli olmurlar. Yəni, heç bir bilgisi olmur və ən pisi negativ bilgisi olur. Yəni, hansısa onları qorxudan hekayələr eşidiblər, özəlliklə ilk gecə ilə əlaqəli, qızlıq pərdəsi ilə əlaqəli, qızlıq pərdəsinin pozulmasının çox ağrılı bir proses olduğunu düşünürlər və bu qorxular olmayacaq ağrıya səbəb olur. Pasientlər bunu bilməlidirlər ki, qızlıq pərdəsi incə, selikli bir zardır və o qızlıq pərdəsində çox az sayda sinir ucu var. Yəni, həssas və siniri bol bir orqan deyil ki, onun zədələnməsi xəstəyə şiddətli bir ağrı versin. Tam tərsi, əgər pasient özünü rahat hiss eləyirsə, normal selikli ifrazat varsa, spazm, sıxılma yoxdursa, bu tamamilə ağrısız bir prosesdir və nəticəsində qan gələ bilər və yaxud da qan gəlməyə bilər. Əgər pasient özünü sıxmırsa, genəlliklə çox miqdarda qan gəlmir. Qanın gəlməsi daha çox uşaqlığın yolunun zədələnməsi ilə əlaqəli olur və ağrı da ona bağlı olur. Çünki pasient özünü çox sıxır və cinsi əlaqə zamanı orada sürtülmə və zədələnmə əmələ gəlir, sırf o əzələlərin sıxılması ilə əlaqəli. Beləliklə, ilk gecə qorxusu, qızlıq pərdəsinin açılmasının qorxusu çox önəmli bir faktordur. Maarifli olmamaq, öz anatomiyasını bilməyən pasientlər, orqanların necə quruluşu nədir, necə yerləşir, harda yerləşir, onu bilməyən pasientlər də çox rastlanılır. Bir də başqa psixoloji travmaları və psixoloji problemləri olan pasientlər, yəni uşaqlıqdan yaşanılan travmalar, qorxular, bu sırf intim həyatla əlaqəli olmaya da bilər. Bəzi pasientlər, belə pasientlər qan almasına belə dözə bilmirlər. Bu bir anxiety, qorxu, ağrı qorxusu var bu pasientlərə və bu cinsi həyata da özünü əks etdirir. Ginekoloji problemlərdən isə nadir görülən gerçək uşaqlıq yolu anomaliyaları, yəni ara kəsmələr və yaxud da qızlıq pərdəsinin tam bağlı olması, bu nadirən görünür və adətən belə bir şey varsa pasient daha öncə başqa şikayətlərlə müraciət edir. Amma yenə də biz mütləq pasienti müayinə edirik masada.
Bu müayinə ağrılı olmur. Bu müayinə çox yavaş şəkildə aparılır. Tələsmədən, xəstəni incitmədən, içəriyə hər hansı bir alət salmadan, sadəcə çöldən baxış edilir və içəriyə doğru gözlə baxılır. Bəzən incə bir çubuqla toxunuruq ya da içərini yoxluyuruq, bilmək üçün ki, orada gerçək anatomik bir əngəl yoxdur. Gəlsək bu problemin müalicəsinə. Müalicəsi bəzi hallarda psixoloq müdaxiləsi tələb edə bilər. Əgər vaqinizm ağır formadadırsa, 4-cü, 5-ci dərəcəlidirsə, pasient masaya çıxa bilmir, özünə toxundurtmur və biz onun anamnezini toplayanda pasient paylaşır ki, ciddi psixoloji travmaları, başqa psixoloji problemləri də varsa, biz bu müalicələri psixoloqlarla birlikdə aparırıq. Çünki əslində bizim həll etdiyimiz məsələ, bizim ginekoloq və yaxud da sekspatoloq kimi həll edə biləcəyimiz məsələ cinsəl həyatla əlaqəlidir. Amma buna səbəb olan dərin yatan başqa psixoloji problemlər varsa, təbii ki, biz onların müalicəsi ilə məşğul olmuruq və psixoloqlar bizə qorxu, bu depressiv xəstələrdə, qorxusu olan xəstələrdə o qorxuları araşdırmaq səbəbi nədir və onların üzərinə getmək kimi koqnitiv bir terapiya aparırlar. 1-ci, 2-ci və 3-cü dərəcəli vaqinizmdə belə bir dəstəyə adətən ehtiyac duymuruq və sırf ginekoloji müalicələr aparırıq. Ginekoloji müalicələr nədən ibarətdir? Birinci, xəstənin öz anatomiyasını tanımaqdan. Pasiyentə başa salırıq, orqanlar necə yerləşir, uzunluğu nədir, genişliyi nədir, güzgü ilə onlara göstəririk cinsi orqanları masada. Müəyyən relaksasiya praktikaları uyğuluyuruq. Yəni, həm bütün bədən, həm onunla birlikdə vaginal bölgədə özünü boş buraxmağa, yəni rahatlatmaya öyrənməlidir. Bunun üçün Kegel əgzərsizləri öyrətilir xəstələrə. Kegel əgzərsizləri nədir? Oradakı əzələləri sıxıb boşaltma praktikası. Yəni beləliklə pasient həm oradakı əzələni tanıyır, onu necə kontrol edə bilər, həm də ki başa düşür ki, istəmli olaraq onu həm sıxa bilər, həm boşalda bilər. Bunu sidiyə çıxarkən sidi axının dayandırılması və təkrar sidiyə getməyə başlamaq kimi də məşqlər xəstəyə başa salırıq və xəstə pasient onu evdə, birinci klinikada o Kegel əgzərsizləri, sonra da evdə məşq eləyir. Digər etap cinsi orqanların desensitizasiyası. Yəni bu orqan çox həssasdır, reaksiya verir hər toxunuşa. O toxunuşa alışmalıdır və get-gedə cinsəl həyata hazırlaşmalıdır. Bunun üçün müəyyən dilatatorlar var, genişləndiricilər var. Bu genişləndiricilər ən incə ölçüdən ən qalın ölçüyə qədər dəyişir və ən incədən ən qalına qədər biz pasiyentlə birinci olaraq klinikada, sonra da evə verərək o dilatatorları məşq elətdiririk. Beləliklə bu vaginal əzələlər ən kiçik dilatatordan böyük dilatatora qədər qəbul etməyə alışırlar. Burada bir ağrının, bir qanamanın, bir belə deyək də narahatçılığın olmadığını alışırlar və sonrasında pasient rahat şəkildə cinsəl həyata başlaya bilər. Təbii ki, bu mərhələlərin hamısını siz özünüz də deneyə bilərsiniz və bu videonu mən onun üçün paylaşıram ki, pasiyentlər bilgili olsunlar və müəyyən etapları özləri keçməyə çalışsınlar və özləri də bu yolu keçib bacaran pasiyentlərimiz çoxdur. Zaten əgər həfif formada vaginizm gəlirsə, biz bunların hamısını anlatıb pasiyentə bir zaman veririk. 10 gün, 2 həftə, 1 ay deneyin bunları və onların çoxu başarılı olur. Amma əgər ki, deyək ki, cinsi həyat artıq başlayıb, yəni daha doğrusu siz cəhd eləyirsiniz, amma 2 həftə, 1 ay ilərləmə yoxdursa, bu məsələ uzadıqca onun həlli çətinləşir. Çünki dediyimiz kimi mənşəyi çoxu zaman psixolojik olduğu üçün psixolojik olaraq o fikir beyində sabitlənir ki, bu proses alınmayacaq, bu proses ağrılıdır və o fikir dərinləşdikcə o vəziyyətdən çıxmaq daha çətin olur. Ona görə tövsiyəm odur ki, bu videonu izləyin. Belə bir probleminiz varsa, bu addımları atmağa çalışın özünüz. Yəni orqanlarınızı tanıyın, ayna ilə baxın, toxunmağa çalışın, dilatatorları
əldə edib və yaxud da ilk öncə barmaq əgzərsizi olaraq, praktikası olaraq da deneyə bilərsiniz. Oradan irəliləməyə çalışın. Amma bu alınmırsa, o zaman bu problemi dərinləşdirmədən mütləq həkimə müraciət edin. Sağ olun, sağlıqla qalın.